Berdiyevin Turan Tovuzda uğurlu olması üçün başqa nələrin olması lazım idi? Ötən yay heyətin özəyi qorunub saxlanıldı. Həm də kişisel futbolçuların maaşını 2 dəfəyə yaxın artırmaqla. 4'ü əcnəbi olmaqla 5 yeni transfer edildi. Qələbələrə görə bəzən 100.000 manat mükafat verildi. Komandanın Tovuzdan Bakıya gəlib qayıtması üçün qrafikdən kənar xüsusi qatar ayrıldı. Qış transfer pəncərəsinin ən aktiv klublarından biri də Turan oldu. Heyət 4'ü legioner olmaqla 6 yeni transferlə gücləndirildi. Heyətin kasal olmasından gileylənənlər unutmasın ki, şəxsən Berdiyevin istəyi ilə nə az nə çox 11 yeni futbolçu transfer edilib. Tovuz təmsilçisi ilin 365 gününün bəlkə də 320 gününü Bakıda keçirdi. Yalnız ev oyunları üçün doğma rayona səfər etmək yada düşürdü. Paytaxtda yerləşən lüks otellərdə qalmaq, təbii meydançalarda məşq etmək üçün hər cür şərait yaradıldı. Hətta Kürdaxanıda baza belə salındı. Klub rəhbərliyi başqa nə etməli idi? Və ən əsası, bugün ən böyük azarkeş ordusu Turana məxsusdur. Ev səfər demədən tribunada yer alırlar. Hələ zəif keçən çempionatı demirəm. Ötənəki Sumqayıt liqada qalmaq üçün mübarizə aparır. Ötən mövsüm 58 xalla bürünc medal qazanan Sabahın bugün aktivində cəmi 44. 56 xalla 5-ci pillədə mövsümü tamamlayan Neftçinin isə hesabında vur tut 40 xal var. Ötən mövsüm son tura qədər 2 və 4-cü pillələr uğrunda 4 klub arasında amansız mübarizə getmişdi. Turan Tovuz isə 48 xalla mövsümü 6-cı sırada qapamışdı. Araz Naxçıvan 2025-ci ildə keçirdiyi 15 görüşdə cəmi 2 qələbə qazanıb. Amma Turan hələ də Naxçıvanlılardan 6 xal geri qalır. Ən azı 10 oyunda Turan son dəqiqələrdə ya məğlubiyyətdən xilas olub, ya da qələbə qazanıb. Berdiyevin uğur qazanması üçün təkcə şərait yaradılmayıb, həm də sözün bütün mənalarında şansı gətirib. Görünən odur ki, o bunu dəyərləndirə bilmədi. Bəli, dünyada tanınmış mütəxəssisdir. Camp Nou-da Barcelonanı məğlub edib. Səviyyəsinə şübhə yoxdur. Biz sonun Turanda ortaya qoyduğu işdən danışırıq. Təəssüf ki, Turanın uğursuzluğu Berdiyevin adının kölgəsində gizlədilir. Zədəli futbolçuların sayı tez-tez qabardılır. Qış fasiləsində alınan yeni transferlər boşluqları doldurmayıbsa, bunun günahı kimdədir? Digər tərəfdən, oxşar problemlər zaman-zaman bütün klublarda yaşanır. Turanın əsas rəqiblərindən olan Arazın heyəti daha kasaddır. Elmar Baxşiyev uzun müddət Bəxtiyar Həsənəlizadə, Ramon Machado kimi əsas oyuncuların xidmətindən məhrum oldu. Belə şeylər bəhanə ola bilməz. Samir Abbasov son oyunda ehtiyatlı oyuncu tapmadı ki, meydana buraxsın. 90 dəqiqəni eyni 11'liklə keçirdi. Bəs heç bir iddiası qalmayan ağ-qaraları udmaq üçün Turana nə mane oldu? Şamaxı, Səbail, Kəpəz kimi komandalarla görüşlərdə Turan 13 xal itirib. Bunun məsuliyyəti kimin boynundadır? Nəticəni bir kənara qoyaq. Meydanda göstərilən oyun fiyaskodur. Mövsüm ərzində 2-3 oyun xaric, digər maçlarda Turanın nə etmək istədiyindən fələk də gəlsə baş açmaz. Halbuki əldə olunan resurslarla ən azı ikinci beşlikdə olan rəqiblərlə oyunlarda Turan dominant tərəf olmağa borclu idi. Biz bunu da görmədik. Bunun nəticəsidir ki, son həftələr ev oyunlarına azarkeş marağı kəskin azalıb. Məsələn, Neftçidə son oyunun əhəmiyyəti böyük idi. Qələbə təqdirində 3-cü pillədə yer alan Araz Naxçıvanla aradakı xal fərqi 3-ə enə bilərdi. Və ya Sabahla bir neçə tur əvvəlki maçın da nəticəsi vacib idi. Amma oyunların bazar günü, axşam saatlarında olmasına rəğmən əsas tribunalar belə dolu deyildi. Çünki yerli publika nəticədən çox göstərilən oyundan narazıdır. Mövsümün startında qələbələri sıralayanda qəhrəman Berdiyev idisə, bugünkü nəticələrə görə də müqəssir odur. Ayrılan böyük pulların, yaradılan yüksək şəraitin qarşılığını Türkmenistanlı çalışdırıcı layiqincə verə bilmədi. İndi bütün Tovuzlular 31 mayı gözləyir. Qarabağ ölkə kubokunu qazansın ki, Turan da Avrokuboklara getsin. Bu Avropaya vəsiqə qazanmaq yox, Qarabağdan pay almağa daha çox bənzəyir. Belə vəziyyətdə Avrokuboklara gedən komanda orada da ciddi nə eləsə yadda qala bilməz. İtirilən zaman havaya sovurulan böyük pullar olacaq. Klub rəhbəri Ehtiram Quliyev Tovuz şəhər stadionunda təmiri təxirə saldı. Tovuzdakı bazanın inşasını ertələdi. Büdcəni yeni transferlər üçün limitsiz etdi ki, Turan öz gücünü Avrokuboklara getsin, ciddi nailiyyətlər əldə etsin. Elə yaşananlarda Ehtiram bəyin də günahı yox deyil. Axı Berdiyev öz başına Turana gəlməyib. Ona bu qədər büdcəni verən, əla şərait yaradan, barəsində ağız dolusu danışan,
Məhz Ehtiram bəy özü olub. Bəli, ölkə futboluna onun kimi iş adamları lazımdır. İllər sonra Tovuz futboluna sahib çıxması, öz şəxsi biznesindən qazandıqlarını bölgə klubuna xərcləməsi təqdirə layiqdir. Təəssüf ki, o da gəlib getmiş bir çox klub rəhbərləri kimi uğur qazanmaq üçün tələsdi. Qısa müddətdə Avropaya getmək, qruplarda çıxış etmək həvəsinə düşdü. Halbuki işə başlayanda biz böyümək üçün tələsməyəcəyik demişdi.